Ceyhun. Azər müəllim. Tamam. Halima. Elvin. Azər müəllim. Ceyhun. Murat. Elvin. Azər müəllim nədir? Anar Azer 3. Elvin 2. Anarla 3 olanla danış. Başlasın birinci anış. Başlayın daha sonra. Sərdən intikam ediyoruz vətəndaşları. Buyurun. Mən sizi inandırıram, bir dənə bir söz deyim sizə. Mən sizə əmin eləyəm ki, həqiqətən vətəndaşım. Başqa heç nə demirəm. Əgər çıxandan sonra da inanın ki, həqiqətən ən güclü oyunculardan birini siləcəksiniz və inanın ki, deyirəm uzayacaqsınız. Tam səmimiyyətimlə deyirəm. Başqa heç nə demirəm. Gəlin belə eləyək. Siz əgər güclü oyuncusunuzsa, deməli mən mafiyayım, düzdür? Amma mən vətəndaşım, siz güclü oyuncu deyil. Mən şübhələnirəm sizdən. Demirəm ki, konkret. Agresif keçirsiniz. Burada nə gedir? Müdafiə gedir. Müdafiə. Bir dəqiqə alın. Müdafiədir. Mən bu Diskusiyadır, müdafiədir. Müdafiədir. Şöyle bir mi danışsınlar da? Azər müəllimdən Aydın ne oldu? Bağışlayın. demək, mən sizdən tam dəqiq bir söz deyim. Mən tam əminəm mafiya kimi. Tam əminəm. Bir dənə xahiş edirəm, mən çıxıram vətəndaşı olan. Vətəndaşım, düzdür? Və mən sizə deyirəm kim mafiyadır. Mafiya biri xanımdır, milyard bayxanıdır. Əgər mən çıxıram, mən çıxarım, problem yoxdur. Mən vətəndaş atıram və xanım gedir. Nə üçün xanım gedir? Anardan şübhələnirdim, anar çünki taktikanı dəyişdi. Həqiqətən qardaş səndən şübhələndim. Nəyə görə? Çünki sən başqa bir taktikanı öldün. Amma %100 əminəm ki, məni hələ könül durduğu yerdə, heç mən könül göstərəndə könül məni göstərir. Durduğu yerdə könül heç məni göstərmir. Bir dəqiqə. Könül heç vaxt məni göstərmirdi. Xanım, bir dənə xahiş edirəm, bax diqqət verin. Könül heç vaxt məni göstərmirdi. İki xanım vətəndaş idi. İki xanım vətəndaş idi. Mafiya növbəsi. %100 əminəm mafiya. Məni saxlayın, vuraq könlü. Əgər mafiya, könül çıxmasa, mən bu oyundan heç nə bilmirəm. Orxan. Sakin. Çox sağ ol. Anar. Mən vətəndaşım.